12 noyabr 2025-ci il tarixində İnkişafa Dəstək 2023 İctimai Nəzarət Cəmiyyətinin Gəncə Regional Təşkilatının Gəncə Şəhər Təşkilatının sədri Elşən Abbasov, müavinləri Nizami Allahverdiyev, Namiq İmanov, Samux rayon şöbəsinin sədri Vüsalə Cəllova və fəal üzvü Bayram Cəfərov, Daşkəsən rayon şöbəsinin sədri Yasif Hüseynov, Şəhid Ələkbərov Rəşad İlqar oğlunun 5-ci il dönümü ilə əlaqədar anım günü tədbirində iştirak etdilər. Cəmiyyətimiz adından şəhidin yaxınlarına başsağlığı verdilər. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Layla ana, mən də İnkişafa Dəstək 2023 İctimai Nəzarət Cəmiyyətinin adından Halik müəllim Mustafa mənim adına sizə başsağlığı verirəm. Başınız sağ olsun, məkanı cənnət olsun, Allah sizə səbir versin, gözəl anamız. İnkişat qardaşımıza Allah rəhmət eləsin. Mən də cəmiyyət sədri olaraq başsağlığı verirəm. Allah rəhmət eləsin. Allah sağ olsun. Ay vətən o Şuşa yaylağını siz duman aldı Kar bülbülünün gözləri doldu Topxana meşəsi saçını yoldu Gel boyuna qurban ay vətən o Şuşa yaylağını siz duman aldı Kar bülbülünün gözleri doldu Ey şerefli Azerbaycan! Bugün bu möhteşem yerde, bu Allah'ın evi olan Şehitler Xiyabanında Azerbaycan'ın arazi bütövlüğü uğrunda giden kanlı dövüşçülerde qəhrəmancasına şehit olan bütün şehitlere salam olsun. Hərbiçilər hərbi salam versin. Aziz şərəfli şehitlerimiz. Ey Rəşad! Sen qonşunda olan, o Allah'ın evinde olan bütün şehit kardeşlerine bizlerden salam söyle. Şehitler ölmür, şehitler Allah'ın evine köçür. Şehitlerimiz öz kızıl kanlarıyla Azerbaycan'ın silinmez tarixini yazdı. O tarix ki, bütün dünya beyan elədi ki, Azerbaycan Türk oğlu qəhrəmandır. Biz şehitlerimizin adlarını ürəyimizin divarına yazıb onları əbədi yaşadacaq. Çünkü onlar bizim kızıl tariximizdir. Ey tarixim olan Rəşad! Ey Rəşad! Sen bizim için sağsan. Ne kadar ki dünya dayanacak, ne kadar ki bu dünya var, siz şehitler hamınız sağsınız, yaşayırsınız, yaşayacaksınız. Ruhumuz karşısında bütün Azerbaycan şehitlerimizin karşısında baş eğrik, ellerimizi yüreğimize koyak ve bütün şehitlerimizin ruhuna baş eğik. Benim şerefim var.
Senin anan qəhrəmandır. Sen geçtiğin yolları anan qəhrəmancasına keçdi. Dövüştü, eli silahlı oldu. Bir gözü ağladı, bir gözü güldü. Çünkü muharebede o da şehitler veren o batalyonunda gözyaşları töktü. İndi senin için gözyaş tökür ey aziz balam. Ama onu da bil ki sen bu şekilde yüzün gülür çünkü sen Allah'ın evindesin. Şehitler bu halkın göydeki ulan ışık saçan ulduzlarıdır. Şerefine baş eylem, ruhunuz şad olsun. Amin. Hüzruna gelmişem ey güzel Allah. Bu benden vətən üçün cihad eylədi. Təkcə nigar anam yazıq anamdan. Mən öləndə görən anam neynədi? Mən öləndə görən anam neynədi? Ana mən şəhid oldum, onlar ağlama yarım. Mən şəhid oldum, qara bağlama ata. Mən şəhid oldum, yasını saxlama. Təki vətən sağ olsun. Ana mən şəhid oldum, onlar ağlama yarım. İnkişafa Dəstək 2023 İctimai Nəzarət Cəmiyyətinin Samux rayon üzrə sədrəm. Mən Nailə Aniyə, Xaliq müəllimim, Sultan müəllimim və üzvlərimizin adından başsağlığı verirəm. Allah məkanına cənnət eləsin, Allah sizə səbir versin, Nailəmə. Sağ olun. Başınız sağ olun. Sağ olun. Hürmetli Azerbaycan halkı, bugün biz İctimai Destek 2023 yıl olan cemiyetin üzvləri Azerbaycanın ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olan şəhidlərimizə biz Allah'ın salamını veririk. Şəhidlərimiz sağdır. Heç kim deməsin ki, şəhidlər ölüb. Xeyr, şəhidlərimizin adlarını biz ürəyimizin divarına yazıb onları əbədi yaşadacaq. Ona görə ki, onlar bizim silinməz qızıl tariximizi yazdı. O tarix bütün dünyaya bəyan elədi ki, Azəri türkü olan hər bir əskər qəhrəmandır. Qəhrəman Azərbaycan xalqına eşq olsun. Yaşasın Azərbaycan. Amin. Amin. Şəhid oldum, yasımı saxlama. Təki vətən sağ olsun. Huzuruna gelmişəm